Hər kəsə salam, mən Ayxan. Bugün sizlərlə birlikdə Fuad İskəndərovun videolarına baxırıq. Hələ də kanalıma abunə deyilsinizsə, aşağıdan kanalıma abunə olub, bu videomu da like atmağı unutmayın. WhatsApp qrupunda bütün mesajları oxuyub cavab verməyən adam. Bax, bu mənəm. Axır ki, mənim də videomu çəkibdilər. Bu mənəm. Hər mesaja baxıram, amma cavab yazmıram. Ata, mən uşaqlarla çıxıram çölə də. Rafiqçillə? Hardan bildin? Həmişə onlarla çıxırsan da, güya sənin başqa kurğun var. Hə. Bax, nə var çöldə? Gələk hər gün çölə çıxıb çöldə pul xərcləyəsən. Pul cibinə ağırlıq eləyir bala. Hardan bildin? Nəyi? Pulun cibimə ağırlıq elədiyini. Qəpiklər yığılıb qalıb cibimdə, ucu ağırlıq eləyir. Gələk bunları atım karta. Bala, sən ömür boyu belə avaraçılıq eləyəsən. Evlənmək haqqında düşünmürsən sən? Hardan bildin? Hə, nəyi? Evlənmək haqqında düşünmədiyimi. Gələn həftə qaçırdacam qızı. Hə, sən qız qaçırdacam, özünə şalvar ala bilmirsən. Hardan bildin? Nəyi? Özümə şalvar ala bilmədiyimi. Kökəlmişəm, uca şalvar gəlmir əynimə, gərək tikdirim. Yer get nə istəsən elə. Mənimki də sözdür, mən hələ buna evlənmək haqqında danışıram. Sağa gələn qızın ağlı yoxdur. Hardan bildin? Nəyi? Mənə gələn qızın ağlı olmadığını. Dəlixanadan qaçırdım. Dəli. Dəli kör şeytan. Ay gədə, evə özdə tez gəl, bayram günüdür, birdən evə qonaq zat gələr. Maşın atanı ver də papa, ayaqla getməyim. Hə, pravan var sənin. Verin maşını get çırpasan divara. Hardan bildin? Nəyi? Çırpı? Heç nə, başım bırax. Neyse, maşın teması heç yaxşı olmadı. Səhər olanda... Beynim xoda düşməyə çalışır. Yəni belədir, məndə də belədir. Bax, ilk bir saatım yataqda keçir. Bir saatım yataqda keçməsə çox süper olar. Tələsmirsən, sən Bərbəst dərsliyə sözləri. seçim. O təravimə qayıt tutmağı mən öyrətmişəm, bırak. Yuyandan sonra düzələcəm mənim qardaşım. Aha. Ən qəşəng saç səndə çıxır da mənim qardaşım, buna bax. Bu Bir gün şey gəl ha mənim işləyib qardaşım, sözlər sabah olmayacaq. Yazdığım vaxta gəl. Qardaşım, bura biraz şişliyib, biraz götürək buradan. Bu hissələri. Qardaşım, sənin başqa dönməyə, Allah'ın olsun, mən buranı götürərəm. Prosta mən buranı götürsəm, sonra bura biz qalacaq. Hayda. Elə işlər üçün problem yox. Yo. Qardaşım, saat 4-də müştəri gəlməlidir, amma yüngül gecikir. Gəl də gəl görüm neynəm, araya salaram səni, gəl. Sən Allah gecikmə. Buyur brat. Qonaq ol qardaşım. Temada bir sözlə bunlar hamısı mənim başıma gəlir hər bərbərə getdiyimdə. Buradan da mənə baxan bərbərə salamlar. Biləm səndən də nə dost qala bildik, Aha. nə də sevgi. Niyə yalınmadı? Evlənək. Heç olmasa zamindir, kredi götürüm mən, nə olar? Deyirəm sən heç çölün yox deyə. Bir dənə nə olar, ayrılmamışsa, Super. axırıncı verdən xeyrin də. Penaltı. Bax, bir qoldan sonra vəziyyət həqiqi belə olur. Hər dəfəsində rahatçılıq biraz da itirir. Əvvəl başda alırıqdım PlayStation oynamaqdan ötürü. O özü. Hər toyda adaptor və şuurdaşıyanın vəziyyəti. Getdi. Gecikdi biraz. Yine belə şunurlu kameralar qalıbdı, yoxsa artıq yoxdur belə şunurlu sistemlər? Yəni var, Azərbaycanda yəni belə şunurlu sistem var, yoxsa amma şunur olmasa necə televizora axtara bilərlər, yəni o da var. Nəysə, yəni yazın şərhlərdəki toylarda yenə belədir. Mən təxminən bir 3 il əvvəl toyda olmuşam Azərbaycanda, onda belə idi. İndidən belədir. Çünki 3 ildə çox şey dəyişdi. Heç bir səbəb olmadan toydakı həmin o əsəbi də var. Bütün gəmləri batıbdı da. Eylisi de var. Dost. Kardeşimin keyfi. Ne desem? Ne var ne yok ne tersen? Tavasıqdır. Ha, seni beğenir ki. Darıxmış be sən Ben de sensin. Sür gedək. Gedək mi qaqam? Gedək. Getdik. Nə varsa, nə yaxşı da şey. Sağ basıqdır şükür. Yaxın dost. Buna biraz səmimisən da. O nervinlidirlər biraz. Allah ahrını xeyr eləsin. Verdiyi dəyərin qarşılığını görməyəndə oğlanlar belə görsənər. Ay zibi. Zamanın gül kimi maşını yəni.
Amma bunu təkrardan diriltməyə də bir özünün 2 qatı lazımdır. Maşının çöldən soyuq olması. Həqiqətən elədi. Soyuducu kimi olur ki. Həmişə binirsən maşına, bir də donursan, bir yandan motor isinməlidir ki, sinəsən. Yoxsa peç də vurmur. Ən azından hamının bir dəfə deməli eşitdiyi söz. dünyanın hər bir yerində maşın sürə bilərsən. Düz deyirsən Ağsaqqal. Bu gerçək sözümdür. Yo düz deyirsən. Sonra təsəvvür et gəlsən Türkiyədə Kıbrısa. Kıbrısda da trafik fərqli axır belə sağdan axmır. O biri tərəfdən gedirsən belə. Yəni sol istiqamətdə gedirsən, rolda sağ tərəfdədir, yəni sol tərəfdə deyil. Orada qalırsan belə məsələ. Süni intellektlər qucaqlaşma effekti. Bu çox gülməli olaylar. Həqiqətən belə olur. Yemək yeyəndə əti axıra saxlamaq. İndi o kişi gəlməsəydi, yox sevdim xanım. Elə bilirdim ki, bitək. Mən bunu belə eləyirəm. Yenə də indi qulaq asın. Sizin hamınız bunu belə eləyirsiniz, yəni. Televiziyalara. Bir anlı belə özümü qəribə hiss elədim. Azərbaycanlılar Yay qışda. gəlsəydi bomba olardı. Qış gəlsəydi bomba olardı. Yay gəlsəydi Həqiqətən bomba olardı. deyirik. Amma niyə belə deyirik onu da bilmirəm. Əslində hava temperaturası biraz belə normal olsun da. Yəni nə isti, nə soyuq olsun. Bəlkə də yaxşı olar. AI video. Yəni günümüz AI videoları əslində yaxşı prompt girsən, yaxşı şeylər eləyir. Süni intellekt, amma yaxşı prompt girməyən də biraz qəribə şeylər eləyir. Təəssüf ki. Dostlar, bugünkü videonun da sonuna gəldik. Ümidvaram ki, videomu bəyəndiniz. Videomu bəyəndisə like atıb aşağıdan kanalıma abunə olmağı unutmayın və bunu da unutmayın ki, çox sevilirsiniz.